Mənim uşağım elə həmişə tək oynayır. Nə qədər ətrafında uşaqlar da olsa, parkda da olsa, evə qonaq da gəlsə, elə hey baxırsan ki, bu uşaq öz-özünə oynayır. Heç o birisi uşaqlara fikir vermir. Nə qədər çağırsan da, yanına getsən də diqqət eləmir. Əgər uşaq həmişə tək oynamağa maraqlıdırsa, yəni həvəslidirsə, lakin oyun oynadığı zaman digər uşaqlara da baxırsa, onları izləyirsə, onlara diqqət edirsə, onun baxışlarında siz bir istək hiss edirsinizsə, demək ki, uşaq sadəcə yaxınlaşmağı bilmir. Özgüvəni mi aşağı ola bilər və yaxud da ki, utancaq mı ola bilər? Bu zaman kiçik də olsa dəstəyə ehtiyacı ola bilər. Amma əgər uşağınız ətrafında uşaqlar olduğuna baxmayaraq, nə qədər onu oyuna cəlb etmənizə baxmayaraq, heç baxmırsa, diqqət etmirsə, çağırırsan, göz kontaktı qurmursa, adına reaksiya vermirsə, elə özünə qapanıb bir oyunu sadəcə oynayırsa tək başına, əlbəttə ki, burada vəziyyət daha ciddi ola bilər. Əgər ikinci bölümdə sadaladıqlarım qədər kritikdirsə, bu zaman əlbəttə ki, daha ciddi və daha peşəkar bir dəstəyə ehtiyacınız vardır sizin. Əgər bu mövzularda videolarım sizə maraqlıdırsa, məni izləməyi və videonu qayd etməyi unutmayın.